Suallar? Deyəsən uduzmağın şərti yadından çıxıb. Əgər bu semestr imtahanından kəsilsək, bu uşaqların yarısı Yaxşı, sualın mənə altında nə? qalacaq. Söz danışmısan sözünün üstündə dur də. Müəllim sualları hazırlayıb, ya çantasına qoyub, ya planşetindədir. Limitlə inteqraldır fx. Sonra müəllim, x-ları məhduddur ya ki sıfırdan sonsuzluğa qədərdir. Yaxşı, mobili bizim nəyimizə lazımdır götürüb gətirmisən? Bunu göndər mənim üçün. Yox, Ayşe belə izimizi taparlar. Səhifəsinə qoyacağam. Yedim. Leyla, Məsud. budur ki ürəyim heç istəmir dönüb arxamıza baxaq. İndi mən buradayım da. İstəyirəm gələcəyimiz üçün sevinək. Mənim gələcək üçün heç bir ideyam yoxdur. Sualları görməmisən bəy? Əmirsən, sən ancaq o sualları oxumusan. Xanım Şərifi, siz durun çıxın bayıra. Mən? Müəllim Qasiminin mobilini sənin əlində görüblər. Elə öz tələbə yoldaşlarından biri görüb. Yaxşısan? Bayırdasan. Hə, evə zəng elədim, əmi dostu ilə danışdım. Məsud, sonra danışaq. Nə olub? Heç nə. Ağlamısan? Yox. Səsin niyə belədir? Bir şeyim yoxdur. Mənə yalan demə Leyla, mən səsini tanıyıram, ağlamısan. Pis bir iş görmüşəm, Məsud, narahatam. Deyirəm, nə olub, mənə də görüm. Sən indi hardasan? Universitetdə. Çox yaxşı, mən ora gəlirəm. Yox, dünən olduğumuz yerə gəl. Yaxşı, gəlirəm sənə tərəf.
Bəs özünü burada gizlətmisən. Yaxşı ki, hələ suallar var idi ki, 2 saat O oturmuşsan. bayırda suallardan danışmaq əvəzinə daha çox sənə vurulan şillədən danışırlar. 20 nəfər hörmətli tələbə nə bilim nə kimi batıb qalmışdı. Sualları dəyişmişdi. Bəs ona görə imtahan sinifindən çıxartdılar. Yox, bəs nə bilmirsən, Allah rizasını elə belə vurdu qulağının dibindən. Sən bilirdin o sualları hamıya xəbər verib. Dünən axşam dedim bilirsən. Mən demədim ki. Qızın əllərinin yeri sənin üzündə başqa nəsə deyir. Niyə mənə belə baxırsan? Sevinirəm. İndi ki biz kəsilməliyik, sən qəbul olarsan, azından bir gözəl şilli yemisən. Bəsdir də, Əmir Hüseyn. Əlləri var olsun, hirsim yatdı. Bəsdir. Hələ hardan bilirsən ki, o oğlanın işidir? Ancaq o axmaq telefonu mənim əlimdə gördü. Həm sinifdə, həm də zəng çalanda. Nə üçün belə bir iş görməlidir? Mən nə bilim, yəqin özünü şirin eləmək üçün. Ancaq səni imtahana qoymadılar? Hə, ancaq fərqi də yox idi. İndi Nika zəng elədi. Dedi deyəsən müəllim bütün sualları əvəz eləyib. Yəni hamımız kəsdirəcəkdik. Gəldilər. Yəni ömrümdə bu qədər ot tutub əsəb olmamışdım. Batırdıq Leyla, batırdıq. Bütün uşaqlar kəsiləcək. Yoxudun görürsən ki, bu oğlan necə oturub bütün sualların cavabını yazırdı. Axı mən başa düşmürəm, bu oğlan niyə bizi satmalıdır? Mən bilirəm. İcazə istəyirdi, vermirdilər. İndi özünü belə şirin eləməklə məlumdur ki, icazəsi verəcəklər. Yəni bir icazə almaq üçün 20 nəfər adam yazıq günə düşsün. Bilirsiniz ki, gələn semestrdə hamımız bu dərsdə oturmalıyıq. Dərsdə oturmaq hələ öz yerində. Mənim üçün intizam məsələsi də düzəltdi getdi işinin dalınca. Nə yəni getdi işinin dalınca? Qələt elədi. Gərək qoymayaq bu oğlan sudan quru çıxsın. Öz taksirimizdir də uşaqlar. Daha bir şey eləmək olmaz. Nahaq, gərək əvəzini ödəsin. Razıyam. Düzdür. Gərək dərsini verə. O yediyi şillə həmişə yadında qalacaq. Qalmayacaq. Gərək o bilsin kimlərlə tərəfdir, nə olduğunu bilsin. Uşaqlar, Leyla indi töhmət alıb, qovulluğunda da yazılıb. Ancaq diqqətli olun, onun üçün iş çıxartmayın. Olmaz, mən özüm bir şey eləyəcəm ki, hardan gəldiyini bilməsin. Məsələn, nə eləmək istəyirsən, Nika? Hələ, sənə deyərəm. Uşaqlar nə istəyirsiniz? Yaxşı. Gör necə hamımızın abrı getdi. Nə fikirləşirdik, nə oldu? Mənə bax ki, artıq vərəq götürmək istirdim. Zəhir mard almadım. Buna bir bax, heç 2 də almayacağam mən. Əkbər əmi bunun qaşı qaçırdı, nə eləyim? Təzə bir qayış var, onu verərəm təmir eləsinlər. Olmur axı. Hələ bir günlük bir iş gör də. Əkbər əmi salam. Salam bala. Yaxşısan? Sağ ol balam. Hacı yuxarıda. Yox, zalın axırındadır oğlum. Get o Çox tərəfə. sağ olun. Bu xarici tərəfimiz e-mail göndərib, bizimlə ortaq olmaq istəyir. Bəh, sağlıqla. Hələ müqavilə layihəsi hazırlanıb, ona bir bax, çatışmayan bir şey olmasın. Yaxşı, mütləq. Doğrudan hacı bugünə görə sağ olun. Mənə icazə verdilər. Mübarəkdir. Sağ olun. Xeyirdir inşallah. Get əli dolu qayıdasın. İnşallah. Daha hesab kitab əlimdən çıxır. Möhsinə də gəlib bir bunlara baxsın, görüm necədir, nədir? Yaxşı. Mən gərək ananın yanına gedəydim. Pəs tələsmirlər. Hələlik sağ olun. Salam yetir. Anacan salam. Bir dəqiqə. Salam. Aleyküm salam. Möhsin hacının səninlə işi var. Alo. Salam Hacı. Aleyküm salam. Salam acağı. Möhsin bunlara bir bax, gör nə var. Mən baş çıxartmadım. Yaxşı. Tofiq, bir saat bundan qabaq səni gözləyirdim, mömin kişi. Bağışlayın Hacı. Subay adamın heç vaxt hesab kitabı yoxdur. Üzr istəyirəm gec oldu. Mənim gücüm hamıya çatdı, sənə çatmadı. Hər cavana deyirəm, niyə evlənmirsən deyir, hani hələ Tofiqin yaşı. Səni deyirlər, hə. Odur da, yaşı 40-ı keçdi, adamın hövsələsi gəlmir.
Həcə üzr istəyirəm, sizə bir şey demək istəyirəm. Hər kəs mənə dözə bilməz. Axırda vəkalətnamə ilə öz zövqümlə səni evləndirəcəyəm. Ömrünün axırınacan onunla yaşamağa məcbur olacaqsan. İndi özün Gözün bilərsən. istər. Mən ki Allahdan istəyirəm. Buyur. Sağ olun uşaqlar. Allah amanında. Atıf Sağ ol Leyla. Həmişəki kimi dərdi dilim sənindir. İncitdim səni. Bir başqası ortada olsa inciyərəm. Məsud, Hə? çox sağ ol ki gəldin. Bir şey deyil. İşin yoxdur? Hara, tələsirsən buraya. Yox, ancaq Ancaq nigaran olum ki, səni məndən oğurlamasınlar. məndə belə şanslardan yoxdur. Mən getdim. Sağ ol. Get. Necə gedir? Necə irəli gedir? Allaha şükür yaxşıdır. Allaha şükür. Müsabiqəyə qalan bu 2 həftədə bu bir neçə hissəni də təsbit eləsəm daha qurtarıb. İnşallah. Axır ki onların buynuzu sənə də toxundu. Ata, bıçaq vursaydın uşaqların qanı çıxmazdı. Haqları var. Mən belə adamları yaxşı tanıyıram. Bir ovuc işə yaramaz müftəxordular. Hələ bir nəsə də qanmırlar. Elə bu biri çox da qanandır. Dərs oxuyandır ancaq əsəbləri pozar. Ha. Onlardan ki salam aleykum filanlardan. Elədir ki var. Uşaqlar ona əxəvi qardaş deyirlər. Bunlarla kəş düşməyəsən, ha başa bəladır. Hə, Məsud da deyir. Onunla danışmısan bəyəm? Bugün bir yerdəydik. Əmim mənə bugün zəng eləmişdi, bir şeylər deyirdi. Nə deyirdi? Sənlə Məsud haqqında. Deyirdi elə bil o tərəfdə onun üçün 2 dənə qız tapıblar. Evlənmək üçün və belə şeylər. O da qəbul eləməyib. Vay, əzizim. Elə bu? Vay əzizim. Canım. Salam, necəsən? Uşaqların səndən yamanca xoşları gəlir. Ciddi deyirsən? Məlumdur, ciddi deyirəm. Kimin mənim Hamidimdən acığı gələ bilər. İnşallah səfərə ki gedib qayıtdın, onlarla daha çox vaxt keçir. Mütləq. Çox da dəcəl yaramazdılar maşallah. Mən ki dil çatdıra bilmədim onlara. Ha, biraz dəcəldirlər. Uşaqdılar da. Onlarla vaxt keçir, onlarla danış. Qoy sənə etibar eləsinlər, sözlərin sənə danışsınlar. Beləsi Allahın Peyğəmbərin sözünü də səndən daha asan qəbul eləyərlər. Gözüm üstə anacan. İlahi anan o gözlərinə qurban olsun. Qurandan sonra dua qəbul olar. Uşaqlar üçün dua elə. O da gözüm üstə. Sən də mənim üçün dua elə ki, inşallah gedim başuca qayıdım. Mən ki həmişə sənin üçün dua eləyirəm. Sağ ol. Hər nə Allah istəyir olsun. Bax, mən bu şeyləri kafidə Məsudun yanında demədim ki, birdən qeyrət damarı tutmasın. Yox qız, Məsudun belə xasiyyətləri yoxdur. Leyla uşaqlardan çoxu bu imtahandan qalacaqlar. Mənim də abrım getdi universitetdə. Hə, biz də onunla həmin bu işi görərik. Abrını apararıq. Çox diqqətli olmalıyıq. Narahat olma. Bütün uşaqlar əlbirdir. Yaxşı da, sabah görüşərik. Bax, bir vurub onu dağıdacağıq. Sevirəm səni. Bəli. Sağ ol. Fərz eləyin ki, X bir silsilədir və A0 X silsiləsinin qollarıdır. Cəbrin ən kiçik sigması A0-a aid olub cəz sigmasının yaratdığını A0 adlandırarıq. Müəllim, bəs A-nın tərkib hissələri dəqiq nələrdir? Baxın, əslində A-nın tərkib hissələri ictimai iştirakın hasilindən və ABR-ın maksimum sayından başqa A0-nə əlavəsidir də. Müəllim, bağışlayın, mən bunu heç başa düşmədim. İcazə verin sizin üçün bir misal çəkim. Müəllim, vaxt qurtardı. Çox yaxşı, yorulmayasınız.
Müəllim, bu önlük mövzusu götürülür də, yox? Yox, imtahanda mütləq gələcək. Yox müəllim, siz Allah. Çox çətindir. Mən baş tapmıram. Bu dərs çətindir. Bağışlayın. Xanım Şərifi, mən istəyirdim bir şey. Cənab Tehrani, cənab Tehrani. Necəsən, yaxşısan? Bax, mənə bax. Mən bugünkü mövzunu heç başa düşmədim. Yəni dəqiq başıma girmədi. Bizə bir kömək eləyə bilərsən? Bax, daha yox deməyəsən. Düzü mən biraz... Xahiş eləyirəm. Vaxtınızı çox almayacağıq. Ancaq bu konvergensiya dominantlığını bizə bir izah eləsən, bəsdir. Əgər mən bu dərsdən qiymət almasam, qalacağam. Axı... Bax, bu dünənki imtahan hamını qorxudu. Yox demə. Yaxşı? Mənim konspektim sinifdədir. Gedək sinifə. Yaxşı. Baxın, bu mövzu budur ki, bir enin tam bir ölçüsü, Lüvek ölçüsü adlı arın üstündə var. Orada A və B şəklində hər interval Lüveklə ölçülə bilər. Yəni, intervalın ölçüsü... Necəsən, yaxşısan? Alo. A və B, Alo. B mənfi ilə bərabərdir. Alo, səsin gəlmir. Mənfi A? Hə. Vay sağ olun, əlləriniz var olsun. Siz bilmirsiniz, mən nə qədər bu real təhlildə ilişmişəm. Yox. Xahiş eləyirəm, daha əgər problemimiz yoxdursa, icazənizlə mən gedirəm, bağışlayın. Leyla, Nə oldu? bax biraz sonra içəri get, yaxşı? Siz müəllimdən daha yaxşı dərs verirsiniz. Sağ olun, təşəkkür eləyirəm. Deyirəm elə yaxşı olar ki, təklif eləyək, bundan sonra Hamid dərs versin. Hamid elə indinin özündə də müəllimdir. Yəni daha bizim müəllimimiz olur. Bağışlayın, icazənizlə mən daha... Hara? Leyla da gəldi. Leyla gəl bax, Hamid uşaqları satmaqdan başqa necə özünü şirin eləmək bacarır. Bizdən biz çəkil çək. Niyə şəkil çəkmək istəyirsiniz? Çəkildir də. Yox. Bir bax. Siz Allah qoyun, mən gedim, eləməyin xanım. Bir dənə də çək. Çəkdin? Hə, mənimlə də bir şəkil çək. Bu dəfə kimin ayağının altını qazmaq istəyirsən? Elə bilirsən belə asanlıqla yaxından əl çəkəcəyəm. Mən heç kəsə bir şey deməmişəm, xanım Şərif. Sən mobili mənim əlimdə gördün. Mən gördüm, ancaq mənə dəxli yoxdur ki, müdaxilə eləyəm. Mən bilmirəm onlar hardan öyrəniblər. Qorxdun. Vay. Buraxın uşaqlar, gəlin gedək. Qorxanı incitməyə də dəyməz. Hara gedək? Bağışlayın. Leyla əl çəkdi. Mən əl çəkməyəcəyəm. Siz əminsiniz? Qəti ki, bilmirəm. Mən bir anlığa gördüm, ancaq mən elə gəlir qızı məcbur eləmişdi. Yəni yazıq yaman qorxmuşdu. Hansı sinifdə? 257. Əgər kimsə gəlsə Nə çox... olacaq? Rəzalət olacaq. Deyərəm nişanlıyıq, problem deyil. Siz Allah qoyun gedin. Gülmə, ciddi deyirəm. Mika, bəsdir. Bax mənə görüm. Leyla, mən kefirəm. Yox, sənə qurban. Bəs niyə mənə baxmır? Yəqin çox istədiyindəndir. Mənimlə evlənərsən? Mənə bax, qardaş. Əl çəkin, mənə yaxınlaşmayın. Bilmirəm, Mənə əl vurmayın. Kaç gidelim. Ne olur? Hamid oğlum. Çəkil. Hamid ne olur? Dayanın, nə xəbərdir? Ne olur? Hə?
Hamid yaxşısın oğlum. Gitsen o tercih yardım gel. Ne oldu? Hayat olur. Başından kan gelir. Tələs. Bəlkə bir geri sınıf qardaş yaxşısan? Gəlin görün də. Yox, gəl gör. Gəl gör. Başına nə bəla gətirib axı. Axı mən başa düşmürəm. Bura universitet deyil bəyəm. Hər kim ürəyinə istəsə eləyər. Baxın görün cəmaatın qızının başına nə oyun Bu açır. universitetin böyüyü yoxdur bəyəm. Bax gör başına nə oyun açıblar. Axı nə Saqqal üçün? qoyurlar, yaxa bağlayırlar, sonra ürəkləri nə istəsə eləyirlər. Biz gərək bu işi görməyə icazə verməyək. Alça oğlan cavab verməlidir. Mən bilmirəm, hər necə olur olsun, sudan quru çıxmağa Nə qoymamalıyıq. olub? Çəkilin kənara görüm. Çəkilin kənara görüm. Baxın xanım Şərifli. Məsələn, bura universitetdir. Tədris bölməsinə gəlin danışaq. Nəyi danışaq cənab Səmədi? Görün başına nə oyun açıb. Qarşısı alınmalıdır. Elmi mühitdə olmaz ki, hər kim nə qələt istəsə eləsin. Elə də olacaq. Buyurun xanım Şərifi, buyurun. Bu bir tədbir görün, bir iş gücündə. Buyurun. Nə olur? Mən bilmirəm. Hamid! Hamid! Bir müddət idi ki, mənə sataşırdı, zəng eləyirdi, mesaj göndərirdi. Uşaqlara da demişdi. Neçə gün qabaq da Leylanı hədələmişdi. Buna görə də sinifdə olanda qapını bağladı, qorxdu. Necə oldu davaya çıxdınız? Məni vur, Nə? üzümə vur. Dəli olmusan? Deyirəm vur. Xahiş edirəm, sakit olun, indi gəlir. Rəis də indi gəlir. Biraz yavaş, sakit. Xanımlar, sakit olun, xahiş edirəm. Oğlanlar, sakit olun, sakit. Axı necə sakit ola? İcazə verin lütfən. İcazə verin. Universitetin qaydalarını pozmayın. İndi imtahanlara yaxındır. Bu hadisələr sizin və yoldaşlarınızın diqqətinin yayılmasına səbəb ola bilər. Mən söz verirəm ki, məsələni diqqətlə və hövsələ ilə araşdıracağam. Cənab doktor, əgər bu adam o tərəfin uşaqlarından biri olsaydı, yenə də deyəcəydiniz hövsələ ya ilə tez ixrac qərarını imzalayıb qovacaqdınız. Mənim üçün kimin hansı tərəfdən olmağının fərqi yoxdur. Bu oğlan deyəsən İslam cəmiyyətinin üzvüdür. Bilirəm də örtbasdır eləmək istəyirlər. Zahirən İslamcı və dinçi istədiyini eləyər, sonra heç kimdə yoxdur ki, ona gözün üstə qaşın var desin. Niyə söz çıxardırsan, hər şey? Hamid heç bir cəmiyyətin və qrupun üzvü deyil. Sonra da cənab doktor, hələ bir şey sübut olmayıb. Bunlar hamısı töhmətdir, yalandır. Hələ heç kim nə olduğunu bilmir. Töhmət nədir?
Bir tələbə qıza günün günortacağı hücum olur. O da iki yüzlü bir tələbə tərəfindən. Ağzının danışığını bil, yoxsa... Yoxsa nə eləmək istəyirsən? Hə? Uşaqlar sakit olun. La ilahe illallah. Sakit olun lütfen. Sakit olun. Sakit olun. Üniversitet qanunlarına görə İntizam Komitəsi məsələyə baxacaq. İndi də bura yığılmayın. Mən sizə söz verirəm ki, heç bir şeyə göz yummadan və güzəştə getmədən məsələyə baxacağam. İndi buyurun. 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 Sakin. Lütfən bütün danışdıqlarını tam olaraq yaz. Cənab Səmədi, sabah səhər tezdən İntizam Komitəsinin yığıncağı təşkil olunsun. Mümkün qədər tez məsələni araşdırın. Uzanmasını istəmirəm. Yaxşı cənab doktor. Bağışlayın, özümü yaxşı hiss eləmirəm, gedə bilərəm. Xanım Şərifi. Dediklərinin hamısını protokola salın. Sabaha da qurtarın getsin ha. Müqəssirlərlə ciddi və kəskin rəftar eləyin. Əxlaqi məsələlərlə bağlı güzəşdirilməsini istəmirəm. Başa düşdünüz? Cənab doktor. Bəli. Bunlar ki belə deyir, bu oğlan Hamid Tehranıdır. Hacı Əli Tehranının oğludur. Universitetə kömək eləyən sponsor. Həmin Quran əzbərləyən tələbə? Əminsə? Bəli, cənab doktor. Ola bilməz. Axı necə ola bilər? Yaxşı olar ki, bunu xanım Şərifinin üzündən soruşaq. Bu bir saatda 10 nəfər 10 dəfə deyib ki, mümkün deyil. İnanmağım gəlmir, necə ola bilər? Niyə hamı onu müdafiə eləyir? Niyə haqqı tapdalayırsınız? Xanım, sakit olun lütfən. Kim haqqı tapdalamaq istəyir? Bəs niyə hamı məsələni siyasi eləyir? Biz haqqı nahaq eləyib məsələni örtbasır eləməyə qoymayacaq. Mən liaqətimi qoruyaram. Universitetdə onun tərəfini tutmaq istəsəm mən əl çəkən deyiləm. Ağracan gedəcəyim. Xanım Şərifi. Sakit olun cənab. Xanımlar, Dayanma, sakit gəl olun. gedək. Cənablar, ayıbdır. Uşaqlar, sizdən xahiş elədim, lütfən. Nə olub sizə? Sakit olun. Sakit olun. Sakit olun. Hə, mən sizə demədim bəyə mən zəng yerində səs küy salın çıxın bayıra. Elə bu işi gördükdə axmaq oğlan birdən dəli divanə oldu. Axı olar bəyəm. Mən ki görmüşəm, inanmağım gəlmir. Beynim qapanıb bağlıdır. Eşitmişdim bunlar dəlidirlər. Ancaq doğrudan da beləsini görməmişdim. Qəribədirlər. Elə bil mən zombiyəm ya nəyəm. Cinnən. Elə ki gəldim əlindən tutan bir də pəncərədən tullandı aşağı. Bilmirəm indi də sağdır ya ölüb. Yaxşı da siz özünüzdən nigaran olun. Məlum deyil ki nə olacaq, hə? Deyirəm sözümüzü bir eləyə.
Qabaqca haqqında danışdığımız şeyləri. Elə onları dedik də. İnanmağım gəlmir. Belə rahatca aşağı tullandı. Bir zərrəcə də qorxmadan belə. Uşaqla mən otura bilmirəm. Hara Leyla? Qoy getsin hər şey. Geldim. Kimdir? Geldim eşi geldim de. Geldim. Burada ne eylirsen oğlan ne olup? Dur gede. Eyvay ne olup? Dur. Koy sana kömeği eleyim. Gel gede içeri. Senin yaşında olanda başım az sınmırdı. Biri mənim əlimi rəhmətlik babanın əlinə verməmişdən qabaq davadalaşqan idim. Məhəllədə davadalaş üçün əldən gedirdim. Gün olmurdu ki 2 dənə köynə cırmayım. Ancaq qocaldıq getdi bala. Cavanlığımızdan da bir xeyir görmədi. Yadımdadır, bir dəfə Hacı Ali də sənin yaşında olanda dava eləmişdi. Rəhmətlik babam bir həftə gətirdi bazara, mənim əlimin altında həbs elədi. Bəlkə onu başa salmaq istəyirdi ki, davadalaşın axırı olar dərbədərli, çarəsizli, təkli, mənim kimi biri. Bilmirəm, Hacı Ali çarəsizlik nə olduğunu başa düşdü ya yox. Ancaq həmən o əvvəl və axırıncı başsınmaq oldu. O bir həftə Hacı Ali üçün bir şey idi, mənim üçün bir başqa şey. Hey, ancaq bu dava məlumdur ki bir davadalaş üçün deyil, bir başqa şeydir. Burada olduğunu bilir. Yox. Zəng eləyim deyim. Yox. Soruşmuram nə olub. Çünki əgər soruşsam da sən danışmaq əhli deyilsən. Ancaq bala bu əli ki görürəm, sınığı var. Başında əməlli başlı dava dərman istəyir. Dur gedəyək mə. Əkbər əmi. Bəli. Işığı söndür. Söndürürəm. Axı nə oldu belə bir axmaq şeyə fikirləşdin? Kim fikirləşirdi ki oğlan pəncərədən tullansın? Mən biraz qorxuram. Bunlar gəlib özlərindən olan birini müqəssir eləməyəcəklər. Mümkündür ki yaxanızdan yapışsınlar. Ümidvaram ki bu məsələ bir cür qurtarıb getsin.
Mənim az töhmətim yoxdur universitetdə. Bu axırıncı semestrdə qurtarsaydı ürəyim rahat olardı. Məsud, ürəyim narahatdır. Niyə ürəyin narahatdır? Hə? Bax, o an hey gözümün qabağındadır. Yadımdan çıxara bilmirəm. Elə bil o otaqda qıfıllanmışdı. Davamlı fikrimdə təkrarlanır. İşi çox qərib idi. Leyla, sən şok olmusan. Bax, o yuxarıdan tullandı aşağı. Belə rahatcasına. Dəlinin buynuzu quyruğu yoxdur ki. Sənin fikrin özündə olsun. Sən haqlısan. Fikr edirəm, indi özüm də bilmirəm necə bir dərdisərə düşmüşəm. Doğrudan da müğayyət olmalıyam. Demədim müğayyət ol. Dedim fikrin özündə olsun. Mən özüm səndən müğayyətam. Məsud bu işi çox iradə ilə və ciddi elədi. Heç başa düşmürəm yəni nə. Bax, o ölə bilərdi. Əslində elə indi də doğrudan da nə vəziyyətdə olduğunu bilmirəm. Hə, Allaha şükür elə bir problem yoxdur. Əminsən cənab həkim, başına nəsə olmayıb. Şəkillər və CT scan bir şey göstərmir. Başda da bir balaca sınıq var. Buyurun. Əlinin vəziyyəti də məlumdur. Ancaq zərbənin gücünün nə qədər olduğunu bilmirəm. Əlini yuxarı qaldırın. Yavaş. Yavaş, yavaş. Özünü əzib büzür. Həkim dedi bir şey yoxdur. Evə gedə bilərsiniz. Əlini aç. Yavaş. Heç nə. Axşam Hamid Zavudda yanıma gəlmişdi. Niyə? Elə belə. Gəlmişdi biraz söhbət eləməyə, dərdi dil eləyək. Bir şey olub Əkbər. Yox. Belə hali sən deyən elə yaxşı deyildi. Ancaq indi yaxşıdır, əlhəmdülillah. Əminsən ki, bir şey olmayıb? Hə, hacı. Dedim bəlkə sizə deməmiş olan mən xəbər verim. Hələ əgər gecə qalmaq istəsə ki, heç. Əgər yox, gecə yola salaram gələr. Çox yaxşı. Özün onunla müqayiət ol. Sağ ol. Mən bilirsən sağlam. Yox, elə bir şey olmayıb. Qoy hər nə istəyirlər desinlər. Hamidcan sənsən? Bəli. Salam. Hamid? Dayan görüm. Nə olub? Bir şey olmayıb. Necə yəni heç nə olmayıb? Sənin başın qolun sınıb. Deyirəm elə bir şey yoxdur anacan. Balaca bir qəza keçirmişəm. Öz taksirimdir də. Bağışla, mən gedim dincəli. Nigaran olma. Anan ölsün. Alo. Alican. Salam. Salam Şərifə, hardadır? Otağında. Bilmirəm qəza keçirib, kimisə döyüb, dava eləyib, bilmirəm. Dava, Hamid dava.
Bu oğlan biri ona tənə vuranda qayıdıb deyir, əziz istəyirəm, bağışlayın. Bilmirəm. Mənə ki bir nəsə demədi. Şərifə, Bəli, mən danışaram. yaxşı. Salam. Salam. Otur bana, otur. Əkbər demədi nə məsələ varmış. Məsələ olmayıb Hacı ağa. Yox da, belə bir şey olanda olmaz. Olmaz ki, məsələsi olmaz. Bu qadın anadır. Nə qədər də məğrur olub üzünə gəlməsə yenə anadır. Hər nə qədər qəddar qadın da olsa yenə anadır. Ürəyinə min cür fikir gəlir. Hələ de ki, yolun nə idi ki, belə ayrı oldu? Yol değildi. Cığıradı. İndi bu başı sınmaqdır, ya başı aşağılıq? Bu günlerde kiminləsə işin olmasa da səninlə işləri var. Əcəb. Sən dava əhli deyildin. Başı aşağılıq deyil. Bu başı bağlama. Nə olub? Nə bilim valla. Danışmaqdan daha çox yalan deməməyə çalışırdı. Çox yaxşı, mən onunla danışaram. Şərifə, Bəli, danışmaq istəsəydi mənimlə danışardı. axı Bir şey eləmə ki, sənə yalan deməyə məcbur olsun. yaxşı. Alo. Bəli, necəsi cənab doktor? Ha. Hamid? Siz hardan bilirsiniz? Biraz başı, kolu fulana yaralanmıştı, ezilmişti. Salam. Salam. Əlinə sağlıq. Sənə qurban olum. Neyləmsən özünlə? Mühüm deyil. Səncə heç nə mühüm deyil. Bilmirəm. Bilmirəm nə olub əmirsən. Birdən gözlərimi açıb gördüm. Ahmet. Qızın üzü qıpqırmızı şillə yeri idi. Sənin barmaqlarının yeri... Salam. Salam Hacıya xanım.
Necəsiz? Sağ olun, təşəkkürlər. Niyə yuxarı çıxmırsınız? Narahat eləməyin. Yox oğlum, narahat eləmək nədir? Hamidim də təkdir. Buyurun yuxarı. Yox daha mən gedirəm. Hamidin çantası, pencəyi məndə qalmışdı, dedim gətirim. Hamid qardaş mən gedirəm. Sağ ol. Səhər dalınca gələcəm. Əlinə sağlıq, Gecən görüşərik. xeyrə. Sağ ol. Xeyrə Allah qarşı. amanında. İntizam komitəsinə çağırdılar. Yox da, ya bir şey eləyib, ya eləməyib. Bu ortada biri aranı qarışdırır, Hamid. Diqqətli ol, imtahan sualları və ələ keçməsi filan kimi şeylər dilə gətirmə. Qoymaram minnəti boynunda qalsın. Bu nədir? Təşəkkür üçün. Diqqətli ol. Bu intizam komitəsinin qərarıdır. Yalan deyirsən. O sözləri deməmişdən qabaq gərək fikirləşəydik. Bəs bunu iş üstə qoyan sən idin, hə? Niyə sən o əsl sözünü demirsən? Cənab Tehrani, sizinlə danışmaq istəyirəm. Sənin fikrin bu oğlana görə dağınıqdır. ای که عمری در هوایت نشستم زیر باران ها کجایی اگر مجنون اگر لیلا قریبم در بیابان ها کجایی کجای این شب تاریک به روی ماه در بستی نمیگویی نمیدانم کجا ماندم کجا هستی من آتش بودم اما تو به خاکستر نشستی اگر شب هست و فردا نیست اگر راهی به رویا نیست چه آهوها که در چشمان لیلا نیست اگر گم کردم خود را مرا در گریه پیدا کن اگر از شکوه لب بستم سکوتم را تماشا کن کجایی ای که عمری در هوایت نشستم زیر باران ها